Almaniya Müdafiə Nazirliyi iri mülki şirkətlərlə müharibə zamanı onların görə biləcəkləri işlərlə bağlı məxfi danışıqlar aparır. Handelsblatt nəşri yazır ki, Almaniya NATO'nun logistika mərkəzidir. Bu səbəbdən Rusiyanın mümkün hücumu zamanı Şimali Atlantika Alyansının şərq cinahına istiqamət götürəcək 10 minlərlə əskəri Berlin tez bir zamanda təchizatla təmin etməlidir. Bundeswehr hazırda ölkənin ən böyük dəmir yolu operatoru, ən böyük aviya şirkəti, avtomobil və silah istehsalçısı olan şirkətlərlə silahlı qüvvələr, sursat və hərbi texnikanın daşınması imkanlarını müzakirə edir. Həmçinin nəşrin iddiasına görə Almaniya rəsmi olaraq Rusiya ilə müharibəni real ssenari kimi nəzərdən keçirməyə başlayıb. Almaniyanın indiki məqamda hərbi sahəyə böyük yatırımlar etməsinin iki əsas səbəbi var. Birincisi, qoca qitəni yarı yolda qoyan Birləşmiş Ştatlardan hərbi asılılığı azaltmaqdır. Digəri isə Ağ Evin dəstəyi olmadan da Avropanın öz ayaqları üstündə dura biləcəyini Moskvaya göstərməkdir. Və bütün bunları nəzərə alaraq eyni zamanda bu Rusiyanı qorxutmaq məqsədi də daşıyır. Çünki Rusiya görməlidir ki, Amerika Birləşmiş Ştatları olmasa belə Berlin Avropanın hərbi qüdrətini bərpa etməyə qadirdir. Və bu da bir çəkindirici faktor ola bilər. Birbaşa olaraq yenə də Almaniya ilə Rusiyanın toqquşması mən yaxın 5 il ərzində görmürəm. 5 ildən sonra çox bir şey dəyişə bilər. Amma indiki dövr üçün bu çox gözəl bir iqtisadi stimuldur ki, həmin Berlinin, Avropa ölkələrinin iqtisadiyyatı yenidən qurulsun. Amma Almaniya müdafiə xərclərini artırsa belə, ölkənin silah inventarı tək başına Rusiya ilə mübarizə apara biləcək gücdə deyil. Bunun başlıca səbəbi təbii ki, 2-ci Dünya müharibəsindən sonra Qərbin təzyiqi fonunda Berlinin hərbi sahəsinə yatırımları dayandırmasıdır. Bugün Almaniyada istifadədə olan hərbi texnikaların böyük bir qismi ya Birləşmiş Ştatlardan alınıb, ya da Avropa İttifaqına üzv digər dövlətlərlə ortaq istehsal olunub. Hər şeyi yenidən başlamaq isə uzun illər tələb edən məsələdir. Yəni hazırki vəziyyətdə Almaniya hər nə qədər Avropanın ən zəngin iqtisadiyyatına sahib ölkəsi olsa belə, tamamilə yerli istehsalatla öz müdafiə sənayesini quran Rusiya ilə müqayisə oluna bilməz. İkinci Dünya Savaşı'nın mağlupları arasında yer alan Almanya 1945 sonrasında yeniden inşa edildiği ve yeni anayasalara yazıldığı dönemde anayasal olarak silahlanması ve belli bir sayı oranından fazla asker bulundurması ve askeri yığınak olarak depo bulundurması kontrol altına alınmış bir ülke durumundadır. Buradan da baktığımız zaman Almanya olası bir Rusya savaşında kuvvetle muhtemeldir ki Rusya'nın silahlı kuvvetlerinin sayıca ve askeri olarak üstünlükleri karşısında Almanya'nın dayanma gücü oldukça zayıf olacaktır. Əslində Almaniya rəhbərliyi də Rusiya qarşısında böyük gücünün olmadığını və qısa zamanda hərbi xərcləri artırmaqla bir fərq yarada biləcəyini yaxşı başa düşür. Ukrayna müharibəsi səbəbindən Moskvanın yaxın 5-10 il ərzində Şərqi Avropaya yenidən hücum etməyəcəyinin də fərqindədir. Üstəlik Berlin NATO üzvüdür və təşkilatın Rusiya ilə mübarizə apara biləcək gücü də mövcuddur. Bununla belə görünür, Almaniya rəhbərliyi Birləşmiş Ştatların siyasi manevrlərini və Şərqi Avropadakı müharibəni öz xeyrinə dəyərləndirəcək ötən əsrdə üzərinə qoyulan maneələri aradan qaldırmağa çalışır. Əgər əvvəl Berlin hərbiyə kifayət qədər maliyyə vəsaiti ayıra bilmirdisə, bugün Ukrayna savaşını və Vaşinqtonun qoca qitəni tək qoyduğunu bəhanə edərək hərbi gücünü artırır. Odur ki, Almaniyanın silahlanmasının Rusiya ilə toqquşma kontingentində dəyərləndirmək doğru deyil. Hazırda Ukrayna savaşı gedir və Rusiya növbəti müharibəyə girməkdən maraqlı ola bilməz. Digər tərəfdən Almaniya ilə Rusiya arasında hərbi potensial baxımından böyük fərqlər var və Almaniyanın da Rusiya ilə müharibəyə girməkdən maraqlı olduğu hesab edirəm ki, istisna olunmalıdır. Digər tərəfdən Almaniya-Rusiya müharibəsi NATO'nun birbaşa prosesə qoşulması deməkdir. Bu da təbii ki, 3-cü Dünya müharibəsinin başlanmasına səbəb ola bilər. Ona görə də Birləşmiş Ştatlar başda olmaqla digər NATO dövlətləri də bunda maraqlı ola bilməz. Bu baxımdan Almaniyanın silahlanmasını Rusiya ilə toqquşma kontekstinə dəyərləndirmək hesab edirəm ki, doğru deyil. Hələlik Birləşmiş Ştatlar Almaniyanın anidən hərbi xərclərini artırması ilə bağlı xəbərdarlıq etməyib. Bununla belə hər iki dünya müharibəsini Berlinin başlatması Almaniyanın silahlanmasının qarşısının alınmalı olduğunu deməyə əsas verir.